Ümumilikdə 13 kiloqrama yaxın narkotik vasitə və 4180 ədəd narkotik vasitəli psixotrop maddələr dövriyyədən çıxarılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları keçirdikləri tədbirdə ümumilikdə 11 kiloqramdan artıq çəkidə müxtəlif növ narkotik vasitə və patı, şüşə kimi tanınan psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə şübhəli bir çəkmə zəhər, o verir dərdi kədər ki mənim cavan ömrüm onunla getdi hədər. Toxunma dəymə mənə, bədənim zəhər tamam. Bağışla əziz anam, bağışla narkomanam. Əzablı çərçivələr, ölümlü halqalarda bir ömür məhv olarmı parıldayan falqalarda. Bir tək tanrı məmnun eyləyər insan həyatın, Allahın etmədiyini eyləyərmi kolopatı. Əvvəlcə bir güc üstü, nə var ki tər gidərəm, zəhrimar ağrı verir, nəzər et batanlara. Yalvarır anam mənə, nə olar etmə oğul, necə mən yalvarıram bir qramla ötürü bütün satanlara. Xilas edin, nə olar xilas edin, nə qədər doğmalarım varsa hamısı üst çevirib. Deyirlər uzaq durun, yolum azmış yamandı, demirlər filan kəsdi, deyirlər narkomandı. Mənim də ümidlərim vardı, mənim xəyallarım, hamısını rədd eləyib 1-2 saat keyf elədim. Yadımda uşaqlığım, necə saf, necə məsum, özüm öz əllərimlə təmizliyimi heyf elədim. Yatmıram düz 2 gün, bədənim dönüb çöpə, elə bir xarabalıqdır hər tərəfim gedim hara. Qürurla gəzən atam, indi boynu bükük ki onun fərasətli oğlu üzünü edib qara. Baxıram cavanlara, ilahi dəhşətdir, aparın yuyun qanımı, nə olar edin kömək, ilahi məhv oluram, bu yolun sonu yoxdur. Çəkdinsə zəhrimarı, vəssalam sondasan demək. Bir yanda tüstü zəhər, bir yanda doğmalarım, bir qram zəhər üçün doğmalar atılmaz heç vaxt. Alıram malicələr, beynim ayıq mən anladım. İnanın xoşbəxtlik 5-10 manata satılmaz heç vaxt. İnanın istedad, ağıl, savad ayıq başladı. Bu yaşda ruhunun libasına gəl tikmə zəhər, xilası mümkündür. Topla cəsarətini, ruhuna əkmə zəhər, bədəninə çəkmə zəhər.